Tindən salam. Atam Laçınımızda. Laçın sözünü dağın döşünə 500 minə yazırlar. 5 dənə hərf. Hərəsi düşür 100 minə. Bəs yaxşı, bu tarix yazanlara nə qədər yazırsınız? Ayda 80 manat. Laçınım, Laçınım, Laçınım benim. Laçınım, vətənim benim. Mənə bax, vətənin tarixini yazanlara qiymət qoymursunuz. Hə? Laçın sözünü 500 minə 5 dənə hərf. Deyirəm hala, belə dərfliyirsiniz də bizi. Şəhid ailələri, qazilər. Bunlar tarix yazdıları. Bəs biz tarixə nə yazırıq? Mən bilirəm, siz yazdığınızda pozu yoxdur ki. Nə yazacaqsınız, onu da verəcəklər. Mənə bax, Laçın sözünü böyük hərflərlə dağa yazmaqla deyil, şəhid ailələri, qazilərin adlarını da böyük hərflərlə yazın. Dinliyor. Tinimiz düzdür. Laçın yazısında yarım milyon ayırmaqla deyil, belələrinə ev bölün. Gəmiyə girib, gəmisi ilə dava eləməz. 5 ayda siz kirada qalın. Nə olar o kira pulunu verə bilmir? Adamın evidir də. Eşim işləmir, oğlum işləmir. Amma onun da yoldaşı işləmir, oğlu işləmir. Mənə təmin eləsin. Aha. Harda deyirsən deyirsən. Aha. Bax, aparsın mənə. Xocavənd rayonundan ev versin. Sen hiç yaşın görmemişsin. Sen burada yaşayamadın. Sen burada yaşayamaydın. Sen eşek değişik. Benim 46 yaşım var. Ben bana eziyet çekip ev alıp vatan eziyet çekip ev alıp. 46 yaşım var. Benim 55 yaşım. Bana ne dahli var? Bana ne dahli geliyor ki mesele gitsin. Sen git başta tut. Sen git yatakana tut. Sen git icra hakimiyetine tut. Deyirəm, arsız girmirsən cəmaatın evinə. Girməyin bestör. Qeydib deyirsən ki, oğlum da ərim də işləmir. Mənə bax, onda elə çıxır ki, evin kupçası yox. Kimin bəhanəsi daha güclüdür, ev onundur. Üzümü tuturam belələrinə. Onsuz da gedəcəksən, bəhanəsiz get. Dinliyor. Tinimiz düzdür. Hala, o günləri internetdə qurtalaram. Nə görsəm yaxşıdır. Gördüm ki, Binəqədi icra hakimi Elxan Allahverdiyev sakinlərlə görüşüb. Dedim, nə yaxşı hala, sakinlərin, cəmaatın gününü ağlayan da var. Sonra nə görsəm yaxşıdır. Nə sakin, nə cəmaat hala, hamısı yəkin işçiləri. Öz fəaliyyət dəyənəkləri də, özlər nə şikayət eləsələr yaxşıdır. Sənə yar, səndən yar, şikayətim var. Elxan müəllim, öz fəaliyyət dəyənəyin bundan ibarətdir. Dinliyor. Tinimiz düzdür. Bir dənə baxın, Bakı Sağlamlıq Mərkəzindəki yazıya poliklinika sözünü poliklinika yazıblar. Deyirəm, bu elə sağlamlığın mərkəzidir ya. Gör, qıraq buzaq nə gündədir. Hə, bildim, həkimlər indi resept yazanda nöşün ilan qurbağa yazırlar. Qorxurlar ki, səhvlərini tutarıq. Atam balası, bunların yazdıqları yazılar. Nə qədər dəyəri olsa, indi öz aramızda bizim tinimiz düppədüzdür ya.